Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün aprel ayının 14-ü, həftənin bazar ertəsi günüdür və bu dəqiqə olan bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Şənbə və bazar günləri vətəndaşların bank kartlarından 41.048 manat pul oğurlanıb. News 365 az saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb. Məlumatda qeyd olunur ki, aprelin 12-sində və 13-ündə ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11.100 manat, 10.283 manat, 4.900 manat, 2.537 manat, 2.520 manat, 100 manat, 96 manat, 95 manat, 50 manat, 20 manat, ümumilikdə 41.048 manat pulu oğurlanıb və bundan bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yenə də vətəndaşlara xəbərdarlıq edib, bildirilir ki, bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını nəmalım şəxslərə verməyin. Təhlükə var deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.